Yaşad Fondunun şəhid övladları üçün təşkil etdiyi növbəti qış düşərgəsi başlayır. Düşərgənin proqramında nələr nəzərdə tutulur da ətraflı məlumatı əməkdaşımız Əli Səmədovdan alaq. Buyurun Əli, eşidirik. Efirdəsiz. Bugün Yaşad Fondu tərəfindən şəhid ailələrinə və onların övladlarına göstərilən sosial dəstəyin bir daha şahidi oluruq. Bildiyiniz kimi artıq neçə illərdir ki, Yaşad Fondu ölkədə şəhid ailələrinə və qazilərə, onların sosial problemlərin həll istiqamətində dəstək, onların problemlərinin həll istiqamətində dəstək göstərir və bu gün də həmin problemlərdən, yəni şəhid övladlarının istirahət, onları dəstək olmaq üçün Qəbələyə toplaşıblar. Ümumiyyətlə Qəbələdə keçirilən layihə haqqında Yaşad Fondunun rəhbəri, qazimiz Yaşad Fondunun rəhbəri Elvin Hüseynov məlumat verəcək. Elvin müəllim, bu gün nə olacaq? Hər vaxtınız xeyir, mən də bütün tamaşaçılarımızı salamlayıram. Siz doğru qeyd etdiniz, Yaşad Fondu yarandığı gündən etibarən öz fəaliyyət istiqamətləri ilə yanaşı bir çox sosial layihələr həyata keçirdib ki, bu sosial layihələrin sayı artıq 60-ın, 65-in üzərindədir və bu günləri də Yaşad Fondu növbəti qış düşərgəsini Tufandağ Qış Turizm Mərkəzində, istirahət mərkəzində təşkil edib. Şəhidlərimizin bizə əmanət olan övladları ilə biz buradayıq. Qış idmanına marağı olan, xizək sürməyə marağı olan şəhid övladları buradadılar. Onlar Tufandağda xizək sürməyi öyrənirlər. Güman etmək olar, bəlkə də ümid etmək olar ki, onlar gələcəkdə bizim ölkəmizi qış olimpiya idman növlərində təmsil edə bilər, dünyanın müxtəlif arenalarında ölkəmizi təmsil edə bilər. Eyni zamanda layihələrdən söz düşmüşkən onu vurğulamaq lazımdır ki, artıq 2026-cı ilin əvvəlləri, birinci rübün sonları yaxınlaşır və Yaşad Fondu artıq 4-cü layihəsini reallaşdırır. Növbəti layihələrimiz il ərzində tədbirlər planında nəzərdə tutulan layihələrimiz isə tərəfimizdən vaxtında, zamanında həyata keçiriləcək. Çox sağ olun və bir daha xatırladaq ki, Qəbələdəyik, gördüyünüz kimi yaz gəlsə də burada əsl qış havası var və belə təşəbbüslər onu göstərir ki, Yaşad Fondu tərəfindən, cəmiyyətimiz tərəfindən, hökumətimiz tərəfindən şəhid ailələrin, onların həmişə dəstək olunur və onlara daima diqqət var. Bizdə bu qədər, söz sizdədir. Təşəkkür edirik Əli sizə ətraflı məlumatlara görə.